Zəkəriyyə 11-ci fəsil. Ey Livan, qapılarını aç ki, od sənin sidr ağaclarını yandırıb yaxsın. Ey şam ağacı, fəryad elə, çünki sidr ağacı yıxıldı. Hündür ağaclar məhv oldu. Fəryad eləyin ey başan palıdları, qalın meşənin ağacları böyrü üstə açdı. Çobanların fəryadını eşit, çünki onların fəxr elədikləri otlaqları məhv oldu. Cavan aslanların nəriltisinə qulaq as, çünki İordan çayının kənarındakı sıx meşə yox oldu. 2 çoban. Allahım Rəbb belə deyir: kəsmək üçün ayrılmış sürünü sən otar. O sürünün qoyunlarını alanlar onları kəssə də təqsirsiz qalır. Onları satanlarsa, Rəbbə alqış olsun ki, dövlətdə oldum deyir. Çobanlar öz sürülərinə acımır. Mən də daha ölkədə yaşayan xalqa acımayacağam, bəyan eləyir Rəbb. Hər kəsi öz qonşusuna və padşahına təslim eləyəcəyəm. Ölkəni dağıdacaqlar. Mən də xalqı əllərindən qurtarmayacağam. Buna görə də kəsmək üçün ayrılmış sürünün zəiflərini otardım. Özümə 2 dəyənək götürdüm. Birini lütf, o birini isə birlik adlandırdım və sürünü otarmağa başladım. Bircə ayın içində 3 çobanı işdən qovdum. Çünki onların əlindən təngə gəlmişdim. Onların da məndən zəhləsi gedirdi. Sonra sürüyə dedim: daha sizi otarmayacağam. Ölən ölsün, kəsilən kəsilsin. Yerdə qalanlar da bir-birlərinin ətini yesin. Sonra lütf adlı dəyənəyimi götürdüm və bütün xalqlarla bağladığım əhdi pozmaq üçün onu qırdım. Beləcə, əhd o gün pozuldu. Sürünün mənə qulaq asan zəifləri bunun Rəbbin sözü olduğunu anladı. Mən onlara dedim: əgər bu sizə xoşdursa, mənim muzdumu verin. Əgər belə deyilsə, verməyin. Onlar mənə muzd olaraq 30 gümüş verdi. Rəbb mənə dedi: onların məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at. Beləcə 30 gümüşü götürüb Rəbbin məbədində olan dulusçuya atdım. Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlığı pozmaq üçün birlik adlı o biri dəyənəyimi də qırdım. Rəbb mənə dedi: yenə ağılsız bir çobanın əşyalarını özün üçün götür. Mən ölkəyə elə bir çoban qoyacağam ki, oğurlananlara baxmayacaq, itmişləri axtarmayacaq, xəstələri sağaltmayacaq, sağlamları bəsləməyəcək. Ancaq kök qoyunların ətini yemək, pəncələrini kəsməklə məşğul olacaq. Sürünü tərk eləyən yaramaz çobanın vay halına. Qılınc onun qolunu və sağ gözünü vursun. Qoy onun qolu qurusun, sağ gözü kör olsun.